Salam, bugün sizə bir çox tələbənin çətinlik çəkdiyi dövlət qulluğundan əsas anlayışları izah edəcəm. Bu biraz bölmə olaraq hər bir tələbənin, xüsusilə də qanunu yeni öyrənənlərin çətinlik çəkdiyi bir hissədir, amma demək olar ki, çox maraqlıdır. Əslində dövlət qulluğu özü çox maraqlı bir qanundur və mən düşünürəm ki, hər bir dövlət qulluqçusu, gələcəyin dövlət qulluqçusu bu qanunu bilməlidir. Çünki dövlət qulluğu ilə bağlı bütün məsələlər demək olar ki, bu qanun tənzimləyir. Bütün məsələlər deməsək də, yəni bir çox məsələni bu qanun tənzimləyir. Yəni çox vacib bir qanundur hər bir dövlət qulluqçusu üçün. Bu qanun deməli 2000-ci il 20 iyulda qəbul olunub, amma 2001-ci il sentyabrın 1-dən qüvvəyə minib. Belə ki, normativ hüquq haqlar dərc olunduğu gündən qüvvəyə minir, özlərində başqa qayda nəzərdə tutmurdusa. Və bu qanunun qəbul olmasının məqsədi ümumiyyətlə dövlət qulluqçularının hüquqi vəziyyətini tənzimləmək olubdur. Və burada da deyir ki, ümumiyyətlə Milli Məclisin müəyyən etdiyi ümumi qaydadır. 94-cü maddənin birinci hissəsinin 19-cu bəndinə uyğun olaraq dövlət qulunun hüquqi, təşkilati, mali, iqtisadi əsaslarını müəyyən edir. Hüquqi o deməkdir ki, yəni burada dövlət qulluğuna bağlı hüquq məsələlərini tənzimləyir. Yəni məsəl üçün dövlət qulluğuna qəbulun qaydaları, dövlət qulluğu ilə bağlı normativ hüquq haqlar, fərmanlar ola bilər, qanunlar ola bilər bununla bağlı. Təşkilatı isə belə deyə bilərik ki, ümumiyyətlə dövlət qulluğunun təşkil olunma məsələləridir. Məsəl üçün adi misal göstərə bilər ki, bir dövlət orqanı təsəvvür edin. Dövlət orqanının təşkili misal üçün dövlət orqanı aparatı, struktur bölmələri, bölmələrin əsasnamələri, orada bölmələrdə vəzifə təlimatlarının təşkil olunması. Bunun hər biri ümumiyyətlə təşkilati məsələlər sırasına daxildir. Maliyyə iqtisadi dedikdə isə bir növ dövlət qulluğunda maliyyə məsələlərinin tənzimlənməsi, bir də iqtisadi şəraitin qurulması üçün nəzərdə tutulubdur. Yəni məsəl üçün dövlət qulluqçunun əmək haqqlarının ödənilməsi, dövlət müəssisələrinin, dövlət yəni ki, orqanların maliyyələşdirilməsi e, bu kimi məsələlər nəzərdə tutulub. Bu gün sizlə danışaq. Ümumiyyətlə hər bir tələbə belə deyə bilərik ki, e, bir çox tələbə yəni hər hansı bir yerdən dövlət qulluğu ilə bağlı eşidir, hər hansı bir başqası onun prestiji haqqında eşidir və nəzərdə tutur ki, mən dövlət qulluğuna hazırlaşım. Amma hər bir tələbə bilməlidir ki, dövlət qulluğu deyəndə bu insan ağlında, təfəkküründə nə formalaşmalıdır? Biz ümumiyyətlə dövlət qulluğu deyəndə, yəni Azərbaycan Respublikasının konstitusiyasına və digər normativ hüquq haqlara uyğun olaraq dövlətin, yəni digər normativ hüquq haqlarının içərisinə gedir. Fərmanlar ola bilər, Nazirlər Komitəsi qərarları ola bilər, digər qanunlar ola bilər, konstitusiyanın məsəl üçün istisna olmaqla zaten konstitusiyanın ayrıca veribdir. Və həmçinin Mərkəzi İcra Hakimiyyəti orqanının haqları normativ hüquq haqlar sırasında gedir və bunlara uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sayəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Deməli, hər bir tələbə başa düşməlidir ki, dövlət qulluğunda bir dövlət orqanı qəbul olduqdan sonra o dövlət qulluğu vəzifəsini tutur və dövlət qulluğu vəzifəsində o dövlətin məqsəd və funksiyalarını həyata keçirir. Yəni dövlət qulluğunun məqsədi bax bundan ibarətdir. Ümumiyyətlə biz deyə bilərik ki, ə, dövlət qulluğunun xüsusi növü, dövlət qulluğu iki istiqamətdə ümumiyyətlə deyə bilərik ki, fəaliyyət tapıbdır. Bunun biri ümumi dövlət qulluğudur. Yəni bir çox əksər adamın hazırlaşdığı, yəni bir də var dövlət qulluğunun xüsusi növü. Xüsusi növündə adətən yəni şəxslərə xüsusi hərbi və ya diplomatik rütbə verilir. Həmin vəzifələrdə qulluq keçmə deməkdir. Yəni bu misal üçün Müdafiə Nazirliyində qulluq keçən hərbi qulluqçular demək olar. Məsəl üçün gömrükdə qulluq keçənlərə xüsusi rütbələr verir. Gömrük leytenantı, məsəl üçün prokurorluğun leytenantı deyə, prokurorluğun kapitanı və s. bunlara rütbə verilir. Hərbi və ya diplomatik rütbə nəzərdə tutun. Bu cür yəni dövlət orqanında işləyən şəxslər dövlət qulluğunun ümumiyyətlə deyə bilərik ki, xüsusi növündə qulluq keçmiş sayılır. Amma bizim hal-hazırda yəni bu qanun daha çox yəni ümumi dövlət qulluğuna qəbul olmaq istəyənlərin qaydalarını nə edir? Müəyyənləşdirir. Deməli, dövlət qulluqçusu yalnız bu qanunun 1.1.4-cü maddəsində nəzərdə mənbələr. O mənbələr hansıdır? Dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, bir də büdcədən kənar fondlardan məvacib alır. Yəni bir növ belə deyə bilər ki, dövlət qulluqçusu durub məsəl üçün özəl şirkətdən, hər hansısa bir özəl hüquqi şəxsdən deyək, nə bilim, fərdi sahibkardan durub məsəl üçün maaş alası deyil. Dövlət qulluqçusunun da adından da görünür ki, bu adam dövlətə xidmət edir. Əlbəttə ki, bu dövlət məvacibindən Naxçıvanda Naxçıvanın büdcəsindən məvacib almalıdır. Bir də büdcədən kənar fondlar. Büdcədən kənar fondlar dedikdə isə yoldaşlar, nəzərinizdə saxlamalısınız ki, ümumiyyətlə, yəni bir növ cərimələrdən, digər büdcəyə daxil olmayan digər yerlərdən büdcədən kənar fondlara daxil olan
yerlərdən dövlət qutusuna əlavələr də verilə bilir, mükafatlar verilə bilir. Bunlar büdcədən kənar fondlar hesab olunur. Yəni bunlardan məvacib alan və inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan. İnzibati nə deməkdir? Məsəl üçün dövlət qulluğu vəzifələri iki yerə bölünür. İnzibati və yardımçı. Təbii ki, inzibatiler daha çox iş görür, yardımçısı isə nisbətən daha az iş görür və dövlət qulluğu vəzifə tutan və hər bir dövlət qulluğu ümumiyyətlə inzibati vəzifə tutana da, yardımçı vəzifə tutana da ixtisas dərəcəsi verilir. Mütləq. Bir də bu necə ki dövlət qulluğunun xüsusi növündə onlara rütbə verirlər. Bu da bir növ ümumi dövlət qulluğunda hər bir dövlət qulusunun rütbəsi kimi başa düşülür. İxtisas dərəcəsidir bu. Və inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən nə deməkdir inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən? Çünki inzibati vəzifə üzrə ümumiyyətlə bir şəxs, yəni bir vətəndaş ilk öncə test imtahanından keçir, sonra müsahibəyə girir və hər ikisindən müvəffəqiyyət əldə etdikdən sonra müsabiqə nəticələrinə uyğun olaraq bu adam təyinat alır. Amma bunu birbaşa dövlət qulluğuna qəbul eləmirlər. Bu adam 6 ay staj müddətinə qəbul olur, 3 ay sınaq müddətinə qəbul olur və ondan sonra nə olur? 9 ay tamamladıqdan sonra ilk dəfə olaraq inzibati vəzifə üzrə daimi dövlət qulluğuna qəbul olunur və vəzifələrin icrasına başlamamışdan qabaq Azərbaycana and içir sadiq olacağına və vətəndaş olan dövlət orqanının işçisidir. Ümid edirəm ki, bunlar da aydın oldu. Dövlət orqanı. Ümumiyyətlə yoldaşlar, baxın. e, Bir orqanın dövlət orqanı olması üçün müəyyən deməli əsaslar var, müəyyən səbəblər olmalıdır. Gəlin baxaq məsəl üçün bir dənə fərdi sahibkar tutaq ki, mən özümə tutaq ki, market açmışam, market fəaliyyətinə məşğul oluram. O dövlət orqanı ola bilər? Xeyr. Çünki mən o marketin sahibkarıyam və bu mənim büdcəm hesabına maliyyələşir. Mənim mənfəətim hesabına. Yəni bir növ bir orqanın dövlət orqanı olması üçün o mütləq dövlət büdcəsindən Naxçıvan büdcəsindən bayaq dediyim kimi büdcədən kənar vəsaitlər hesabına maliyyələşdirilir. Yəni büdcədən kənar fondlara daxil olmalar gəlir də. Yəni bir maliyyə məsələləri, pul daxil olur ora. Oradan da dövlət onun üçün maliyyə vəsaitləri ayırır. Yəni bunun hesabına maliyyələşdirilir. Konstitusiya və qanunlarımız uyğun olaraq yaradılan və bu qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. İndi strukturunda birazdan izah edəcəm nə demək istəyir. Bir də təbii ki, konstitusiya və qanunlarla dövlətin məqsəd və funksiyalarını həyata keçirir. Gəlin məsəl üçün baxaq adicə tutaq ki, deyək ki, məsəl üçün ya Milli Məclisdən danışaq, ya hər hansı bir nazirlikdən danışaq. Misal üçün Milli Məclis neyinir? Qanunları qəbul edir və prezidentin təqdimatı əsasında və digər subyektlərin təqdimatı əsasında müəyyən məsələləri həll edir. Hər birinin nə məqsəd daşıyır? Bu dövlət üçün çalışır bunlar. Dövlətin məqsədlərini həyata keçirirlər. Məsəl üçün deyək ki, Maliyyə Nazirliyi dövlətin maliyyə məqsədini həyata keçirir. Məsəl üçün Təhsil Nazirliyi dövlətin təhsil məqsədini həyata keçirir. Mədəniyyət Nazirliyi onun mədəniyyət məqsədini həyata keçirir. Hər bir yəni dövlət orqanı sırf dövlət üçün çalışır. Bunların hər biri nəticədə, yekunda dövlətin və məqsədini və funksiyalarını həyata keçirmiş olur. Dövlət orqanlarının kateqoriyasına gəldikdə isə yoldaşlar, ümumiyyətlə belə deyə bilərik mən ki, məsəl üçün status hal-hazırda onun hüquqi vəziyyəti, iyerarxiyası bir növ ağacvari struktur deyək, məsəl üçün. Yəni yuxarıdan aşağı hansı daha çox məsəl üçün yuxarıda dayanır, hansı nisbət ağac necə ki budaqlar belə deyək də budaqlar lap yuxarıdan aşağı doğru budaq düşür. Bir növ dövlət orqanlarını gəlin elə nəzərdə tutaq ki, məsəl üçün bir hansı daha başlı dayanır, hansı nisbətən ondan aşağıda dayanır. Aşağıda dayanan məsəl üçün gəlin piramida şəklində deyək də bunu. Məsəl üçün, ən yuxarıda kimlər dayanır? Ən baş orqanlar. Belə piramida şəklində iyerarxiyası bu deməkdir ki, ən başda hansılar dayanır? Bu şəkildə dövlət orqanları iyerarxik şəkildə sıralanır. Bir də yurisdiksiya. Yurisdiksiya da adından görünür ki, ölkə səviyyəsində, regional, bir də yerli səviyyədə nəzərə alınmaqla təsnifləşdirilir dövlət orqanlarının kateqoriyası. Gəlin baxaq, məsəl üçün deyək ki, ölkə səviyyəsində bir nazirlik öz səlahiyyətlərini ölkə səviyyəsində həyata keçirir. O da Maliyyə Nazirliyi nə demək? Bütün ölkənin maliyyə məsələlərinə baxır məsəl üçün. Regional nə demək? Maliyyə Nazirliyi regional idarələri. Məsəl üçün 5-6 dənə region, rayonu əhatə eləyir. Tutaq ki, deyək ki, məsəl üçün Şəmkir, Qazax regionalı deyək. Məsəl üçün Şəmkiri, Akstafanı, Tovuzu əhatə eləyir. Ancaq regional səviyyədə. Yerli səviyyədə isə hər hansı bir rayonda, məsəl üçün deyək ki, Tovuzda məsəl üçün deyək ki, Maliyyə Nazirliyinin idarəsi var. Düzdürmü? Bu olur məsəl üçün onun yerli səviyyədə nəzərə alınmaq təsdiqləşdirilməsi və s. Dövlət məvacibi nə deməkdir yoldaşlar? Dövlət məvacibi, yəni dövlət qulluqçusuna pul formasında verilir, amma nağdsız qaydada ödənilen aylıq haqqı. Hər ay alırsınız onu, amma o sizin bir növ elektron, yəni bir plastik kartınıza oturur da, bank kartına oturur. O nağdsız qaydada durur, siz gedib məsəl üçün mühasibatından onu əllə almırsınız. Bu olur dövlət məvacibi. Qanunun ilk başlığında siz dövlət qulluğu anlayışında görmüşdünüz. Burada da indi gəlin baxaq məsəl üçün dövlət qulluğu vəzifəsinə gəlin baxaq. Gök dövlət qulluğu vəzifəsi nədir? Deyir ki, dövlət orqanının Azərbaycan Respublikasının konstitusiyası və
qanunları ilə müəyyən olan dövlət səlahiyyətlərini dövlət orqanının səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən olunan ştat vahid. Baxın yoldaşlar, tutaq ki, bu cümlənin mənasını başa düşməyin yolu belədir. Tutaq ki, deyək ki, dövlət orqanı səlahiyyətlərini icra etmək məqsədi ilə. Tutaq ki, bir nəfər aramızdan Maliyyə Nazirliyində tutaq ki, deyək ki, Maliyyə şöbəsində məsləhətçi işləyir. Həmin məsləhətçi istərsiniz Maliyyə Nazirliyində, Maliyyə şöbəsində maliyyə məsələlərinin istiqaməti üzrə işləri yerinə yetirir. Yəni bir növ belə deyək ki, məsəl üçün Maliyyə Nazirliyində siz dövlət qulluqçuları olmasanız, Maliyyə Nazirliyi dövlətin məqsəd və funksiyalarını həyata keçirməyəcək. Çünki dedik ki, dövlət orqanı nə iş görürdü? Dövlətin məqsəd funksiyalarını həyata keçirirdi, düzdürmü? O da Maliyyə Nazirliyi kimlərlə eləyir onu? Sizi kimi dövlət qulluqçuları ilə, məsəl üçün. Mən gedib ora qəbul olsam, başqası qəbul olsa, biz Maliyyə Nazirliyinin səlahiyyətlərini icra edəcəyik. Maliyyə Nazirliyinin işlərini görəcəyik. Yekun nəticədə Maliyyə Nazirliyi nə iş görmüş olur? Dövlətin məqsədinin funksiyasını həyata keçirmiş olur. Biz onun səlahiyyətlərini icra edirik. O da orqan olaraq dövlətin məqsədini və funksiyalarını həyata keçirmiş olur. Ştat cədvəlində müəyyən olunan ştat faili nə deməkdir? Məsəl üçün, bu bir cədvəldir. Ştat vahidləri isə cədvəlin içində olan ştatlardır. Yəni sizin tutduğunuz vəzifələr ola biləcək. Yəni deyək ki, inzibati vəzifələr, yardımçı vəzifələr və s. bunlar olacaq. Belə. Bunlar ştat vahidləridir, amma ştat cədvəli böyük olur. Yəni sizə imtahanda ümumiyyətlə desə ki, ştat cədvəli müəyyən olan ştat cədvəli o ola bilməz. Sonra inzibati və yardımçı vəzifələrin ümumiyyətlə təsnifat nə deməkdir? Dövlət orqanlarının kateqoriyası nəzərə alınsın. Gəlin məsəl üçün deyək ki, bir adam Milli Məclisdə deyək ki, məsləhətçidir, yəni mütəxəssisdir, inzibati vəzifə tutub. Bir adam isə deyək ki, məsəl üçün hansısa bir nazirliyin yerli bölməsində məsləhətçidir. Sizcə yəni bunların səlahiyyətləri və ya alacaqları maaş eyni ola bilərmi? Yox. Çünki dövlət orqanlarının kateqoriyası fərqlidir. Kateqoriyalarda fərqlənən kimi səlahiyyətlər də fərqlənir, maaşlar da fərqlənir və buna görə də mütləq bunları biz təsnifləşdirərkən, inzibati və yardımçı vəzifələri biz təsnifləşdirərkən, mütləq şəkildə onların kateqoriyasını biz nəzərə almalıyıq. Çünki Milli Məclisdə işləyən adamla nazirin hər hansı bir regional bölməsində işləyən adamın səlahiyyətləri eyni ola bilməz və yaxud da ki, onlar eyni təsərrüfatda ola bilməzlər. Tamam fərqlidirlər. Ona görə də kateqoriyalar nəzərə alınır. Məsəl üçün Milli Məclis ali kateqoriyadır, Nazirliyin regional bölməsi 4-cü kateqoriyadır. Yəni yerli bölməsi deyək 4-cü kateqoriyadır. Ali kateqoriyada işləmək hara 4-cü kateqoriyada işləmək hara məsəl üçün və buna görə də fərqlənir. İndi sonra isə qanun bizə bölür ki, inzibati vəzifə nə deməkdir? Dövlət orqanının struktur bölməsinin, uşaqlar struktur bölmə yəni şöbə deməkdir. Məsəl üçün deyək ki, bir aramızdan bir şəxs Maliyyə Nazirliyində, Maliyyə şöbəsində inzibati vəzifədə işləyir. Fikir ver, deyir ki, maliyyə struktur bölmənin fəaliyyət istiqamətinə uyğun. Tutaq ki, 2 nəfər adam deyək. Deyək ki, məsəl üçün A və B adlı şəxs. Biri maliyyə şöbəsində işləyir, yəni maliyyə struktur bölməsində tutaq ki, deyək. Bir də deyək hüquq şöbəsində işləyir. Uşaqlar, baxın, ümumiyyətlə, əgər inzibati vəzifədən, bax, struktur bölmənin fəaliyyət istiqamətinə uyğun olaraq, yəni B adlı şəxs hüquqçudur, hüquqşünasdırsa, o maliyyə şöbəsinin işini görə bilməz. Nə də maliyyə şöbəsində işləyən hüquq şöbəsinin işini görə bilməz. Çünki hər bir şəxsin inzibati vəzifədə onun struktur bölməsinin fəaliyyət istiqamətinə uyğun olmalıdır. Yəni maliyyə şöbəsi sırf maliyyə məsələləri üzrə, o istiqamət üzrə işlər görəcək maliyyə şöbəsində işləyən şəxs. Hüquq şöbəsində işləyən şəxs isə birbaşa olaraq hüquq sahəsi, hüquq istiqaməti üzrə işlər görəcək. Onlar bir-birinin işlərini görənməzlər. Çünki hərəsinin öz struktur bölməsinin fəaliyyət istiqaməti var. Və inzibati vəzifə bunu bilavasitə şəkildə həyata keçirir. Yəni o da nə olur? Yəni ştat cədvəlində müəyyən olunan ştat fəaliyyəti. Amma yardımçı nə edir məsəl üçün? O fəaliyyəti təmin edir. Tutaq ki, kargüzarlıq işlərini həyata keçirir, sənədləri arxiv eləyir, məsəl üçün sürücü məsəl üçün vəzifəli şəxsləri aparır, gətirir, məsəl üçün dövlət orqanı işlərində sürücülük edir. Yardımçı vəzifələr bunlar idi. Yenə də bu da nə olur? Ştat cədvəlində müəyyən olunan ştat vahididir. Gəldik inzibati və yardımçı vəzifələrin təsnifat toplusu. Bu təsnifat toplusunda nələr ümumiyyətlə əks olunur? Vəzifələrin adları. Tutaq ki, məsləhətçi, aparıcı məsləhətçi, aparat rəhbəri. Tutaq ki, bunlar olur. Tutaq ki, nə bilim, kargüzar, arxiv qeydiyyatçısı. Oldu vəzifənin adları. Təsnifatda nə demək? Tutaq ki, Maliyyə Nazirliyində aparat rəhbərinin içərisi təsnifat. 3-cü təsnifat. Maliyyə Nazirliyində mütəxəssislərin içərisi təsnifat. 7-ci təsnifat. Yəni Maliyyə Nazirliyində kargüzarın içərisi təsnifatdır. Hə, 3-cü təsnifat. Və sair təsnifatlar bir ixtisas dərəcələrini əks etdirir. Yəni hər bir təsnifatda da ayrıca bir ümumiyyətlə ixtisas dərəcələri olur. Hər təsnifatda 3 dənə ixtisas dərəcəsi olur və deyir ki, özündə əks etdirən və ştat cədvəllərinin hazırlanması üçün əsas olan
və bu prezident tərəfindən təsdiq olunmuş bir siyahıdır. İqtisad dərəcəsi neyini? Tutduğu vəzifəyə uyğun olaraq ona verilən iqtisad səviyyəsi. Tutaq ki, bir adam 3-cü təsniffat üzrə vəzifə tutur. Əlbəttə ki, başlayacaqlar onun 3-cü təsnifatın iqtisad dərəcəsini verməyə. Bir adamı tutaq ki, deyək ki, məsəl üçün 7-ci təsniffat üzrə iqtisad vəzifə tutur. 7-ci təsnifatın iqtisad dərəcəsini ona verəcəklər. Yəni bir növ ona verilən iqtisad səviyyəsi. Struktur yoldaşlar. Baxın, bunu belə izah etmək olar. Məsəl üçün deyək ki, insan bədəni kimi düşün, struktur. Məsəl üçün bu nazirlikdir. Bir dairə çəkirəm. Bu bir nazirlikdir. Nazirin özü içində aparat olur. Öz binasında da, yəni belə deyək. Aparatında da şöbə və sektorlar olur. Amma nazirliyin şöbə və aparatından kənarda da şöbələri və sektorları və ya yerli bölmələri ola bilər. Məsəl üçün nazirin yanında yaradılmış agentliklər və xidmətlər var. Nazirliyin yerli bölmələri var. Məsəl üçün nazirliyin regional bölmələri var. Hətta bu agentliklərin özlərinin yerli bölmələri də var. İndi çox izah edib onu başınızı qarışdırmaq istəmirəm. Ki, şunlar, bunların mən hamısını birləşdirsəm, məsəl üçün nazirliklərin hər yerlərdə demək olar ki, bölmələri var. Mən bunları biraz sərgəsiz oldu. Birləşdirsəm, bu nə olur? Bir struktur əmələ gətirir, bir sistem. Bax, struktur o deməkdir. Özü nə ilə? Normativ hüquqi haqlarla müəyyən edilmiş sistem başa düşülür. Uşaqlar, burada yaza bilər imtahanda qeyri-normativ və ya normativ xarakterli haqlar yaza bilər. Ola bilməz. Yəni normativ xarakterli, qeyri-normativ ola bilməz. Normativ hüquqi haqlar. Yəni bu qanun ola bilər, konstitusiya ola bilər, fərman ola bilər, Nazirlər Kabineti qərarı ola bilər, Mərkəzi İcra Hakimiyyəti orqanının haqları ola bilər. Amma sərəncamlar ola bilməz, məsəl üçün. Normativ xarakterli haqlar ola bilməz ki, onlar dövlət orqanı strukturunu müəyyən edə bilməzlər. Niyə? Çünki hər bir nazirliklərlə bağlı prezident fərman qəbul edir. Fərman deyir ki, məsəl üçün nazirin aparatında falan qədər məsəl üçün işçi, falan yerlərdə falan qədər regional idarələri, nə bilim, orada nə qədər işçi. Bunların hər biri, yəni fərmanla belə deyək ki, bu onların strukturu müəyyənləşdirilmiş olur. Yəni başa düşdüyünüz qədərilə. Dövlət orqanı aparatı bayaq dediyim kimi, yəni həmin orqan içində olur, özündə şöbə və sektorları birləşdirir və mütləq o bilavasitə təşkil edir. Yəni nazirliyin fəaliyyətini tutaq ki, bir dövlət orqanı təmin edir. Çünki niyə yoldaşlar? Təmin edici və yardımçı şöbələr olur hər bir dövlət orqanında. Ona görə də onlar nə edirlər? Bilavasitə təşkil və təmin edirlər dövlət orqanının fəaliyyətini bu şəkildə və struktur qurumu başa düşülür. Sonra struktur bölməsi bayaq dediyim kimi bir növ şöbə başa düşülürsüz. Yəni bunu şöbə ilə belə deyək ki, ümumiyyətlə struktur bölmələri yəni sektor və şöbələrdən ibarətdir. Yəni bir növ şöbə ilə elə bir fərqi yoxdur. Hüquqi bir fərqi yoxdur. Amma bu fikir versin də dövlət orqanı rəhbərinin qərarı yaradılır və həmin dövlət orqanının əsasnaməsinə uyğun olaraq ona səlahiyyətlər verilir ki, filan şöbə dövlət orqanının filan istiqamətli işlərini görsün. Ona həvalə edilmiş səlahiyyətləri həyata keçirən dövlət orqanı nə olur? Struktur vahididir. Biz buradan rotasiya nədir? Baxın, rotasiya fikir verin, biz bayaq dedik ki, ümumiyyətlə dövlət qulluğunda vəzifələr iki yerə bölünürdü. İnzibati və yardımçı vəzifə tutan dövlət qulluğuna. Amma fikir verin, rotasiyada inzibati vəzifənin adını çəkir. Çünki rotasiyanı ancaq inzibati vəzifə tutanlar üçün nəzərdə tutulubdur. Bir vəzifədən başqa vəzifəyə keçirilməsi deməkdir. Bilavasitə rəhbər kimdir? Dövlət qulluğunun birbaşa tabe olduğu vəzifəli şəxs. Yəni bir növ tutaq ki, sənin başın üstündə, sənlə bilavasitə şəkildə işləyən kimdirsə, o sənin birbaşa tabe olduğun vəzifəli şəxsdir. Buna məsəl üçün deyək ki, sektor müdiri ola bilər. Sən çünki birbaşa onunla daimi təmasdasın. Sənin tapşırıqlarını verən odur, sənin üzərində nəzarət edən odur. Yəni ən birinci sən ona cavab verirsən. Və ya sektor müdürü yoxsa ola bilər şöbə müdürü. Şöbə müdürü yoxsa da idarə rəisi ola bilər. Bunların hər biri sənin birbaşa rəhbərindir. Bilavasitə rəhbərindir ki, sən birbaşa ona sən nəsən tabeçilik münasibətindəsən. Sən onun tabesin. Xidməti fəaliyyət nədir? Dövlət qulluqçusuna hüquq və vəzifələrin həyata keçirilməsinə qədər fəaliyyətdir. Da burada azadlıq deyə bilməzsə, dövlət qulluğuna azadlıq nə deməkdir? Alınmaz. Vəzifələr. Çünki siz dövlət qulluğuna qəbul olunduqdan sonra sizə hüquq və vəzifələr müəyyən olunmuş olur. Sizə hüquqlar və vəzifələr verilir. Və bunları məcmusu, cəmi sizin xidməti fəaliyyətinizi əmələ gətirir. Bir də hər təqviminin sonunda dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilir. Onun da məqsədləri var. Cari fəaliyyətin, yəni cari fəaliyyət nə deməkdir? Hal-hazırdakı, yəni indiki fəaliyyətinə nəzarətin həyata keçirilməsi. Sizin potensial imkanlarınızın aşkara çıxarılması. Həmin imkanlardan əməli istifadə etmək. Sənin peşə səriştəni artırmaq, stimullaşdırmaq, yəni stimullaşdırmaqdan formalaşdırmaq və əlavə təhsil və təlim ehtiyacın varmı? Çünki şöyle dövlət xidməti fəaliyyəti qiymətləndirilən zaman
Sizə bal 5 bal şkalası üzərində qiymətləndirirsiniz. 5 bal üzərindən və orada dərəcələr var. 3.3 var, 3.2 var, nə bilim 3.5 var, 4.5 var. Hər bir bala görə artıq orada nəticə çıxarılır o sizi qiymətləndirənlər ki, sənin əlavə təhsil və təlim ehtiyacın ola bilər. Ola bilər ki, sən dövlət qulunda vəzifələrdə müəyyən qədər çətinliklərin var. Əlavə təhsil və ya təlim alsan daha yaxşı məsəl üçün bacara bilərsən. Ona görə də tutduğu vəzifə uyğun gəlirsən, onu yoxlayırlar məsəl üçün. Ki, misal üçün, sən baş məsləhətçi vəzifəsində işləyirsən, yoxlayırlar, görürsən ki, sənə qədər il ərzində baş məsləhətçi vəzifəsini necə aparmısan? Necə o işləri görmüsən? Onu yoxlayırlar. Sən həmçinin irəli çəkilmək potensialını müəyyənləşdirmək məqsədi ilə bunu hər təqimin sonunda yoxlayırlar. Bu da dekabrın 1-dən səhv eləmirəmsə başlayır və yanvar ayına qədər bu davam edir qiymətləndirmələr. Şöbə də bayaq dediyim kimi struktur bölümü ilə açıq-aşkar bir fərqi yoxdur. Nə edir bu? Dövlət orqanının bir və ya bir neçə fəaliyyət istiqaməti üzrə. Çünki şolar bir dövlət orqanında yalnız bir şöbə deyil. Maliyyə şöbəsi var, ümumi şöbələr var, mühasibə çoxlu şöbələr olur, satın alma şöbələri olur, hüquq şöbəsi olur, sonra bölünən sektorlara. Yəni hərəsi bax, hüquq şöbəsi hüquq istiqamətinə baxır. Mühasibat sud şöbəsi mühasibatlıq işlərinə baxır. Satın almalar dövlət satın almaları işlərinə baxır. Və s. bunları həyata keçirən bir struktur bölmə başa düşülür. Sektor isə ola bilər ki, məsələn, şöyle baxın, nazirlikləri düşünün. Şöbələr olur. Orada şöbənin daxilində də sektorlar olur. Amma müstəqil şəkildə də sektorlar ola bilər. Yəni şöbənin daxili deyil. Ayrıca tutaq ki, bir rayonda, regionda, bir ya başqa bir yerdə onun sektoru da ola bilər. Müstəqil yaradılan nədir? Struktur bölməsi başa düşülür. Bayaq uşaqlar mən sizə inzibati və yardımçı vəzifələrin ümumiyyətlə təsnifat toplusunun bu bir-birinə oxşuyur. Amma fikir verin, orada qulluq funksiyaları yox idi. Məsəl üçün, vəzifə adının qulluq funksiyalarının və tutulması şərtlərinin əks olunduğu dövlət orqanı burada bayaq inzibati və yardımçı vəzifələrin təsnifat toplusunun prezident təsdiq edirdi. Amma burada dövlət orqanı rəhbəri təsdiq edir. Baxın uşaqlar, prezident dövlət başçısıdır. Dövlət başçısı durub deyərmi ki, məsəl üçün, durub onu müəyyənləşdirərmi ki, məsəl üçün, o boyda dövlət başçısıdır. Ki, dövlət qulluqçusu, məsəl üçün, maliyyə şöbəsində, tutaq ki, Maliyyə Nazirliyində, nə bilim, deyək ki, məsəl üçün, satın alma şöbəsində işləyən bir dövlət qulluqçusu hə, filan funksiyaları yerinə yetirsin. O, prezidentin işi deyil. Prezident ixtisas dərəcələrini müəyyən edir. Prezident ştat cədvəllərini hazırlamaq üçün bir siyahı yaradır. İnzibati və yardımçı vəzifələr. Onların təsnifatını müəyyən edir. Adlarını müəyyən edir. Durub dövlət qulluqçusunun qulluq funksiyası müəyyən eləməz. Və tutulması şərtlərində artıq dövlət orqanının rəhbəri təsdiq edir ki, hansı yolla tutulsun. Çünki vəzifələr bölünür axı. Məsəl üçün, ümumi müsahibə var, daxili müsahibə var, müsabiqənin müsahibəsi var, yardımçılar məsəl üçün müsahibə yolu ilə tutulmur və s. bunların əks olunduğu və dövlət orqanı rəhbərinin təsdiq elədiyi sənəddir. Mərkəzi İcra Hakimiyyəti orqanı dedikdə çox asandır. Məsəl üçün bu bir nazirlik nəzərdə tutun bunu. Bir nazirlik deyək. 113-cü maddəsi. 113-cü maddə nə idi? Prezidentin haqları. Fərmanlarla deyir ki, müəyyən edilən, prezident çünki onlara səlahiyyət müəyyən edir. Fəaliyyət istiqaməti uyğun sahələrdə dövlət siyasətinin və tənzimləməsi həyata keçirdiki dövlət orqanıdır. Məsəl üçün, Təhsil Naziri nə edir? Təhsil siyasətini və təhsillə bağlı tənzimləmələri həyata keçirir. Təbii ki də prezident fərman qəbul edir, onun səlahiyyətlərini müəyyən edir ki, məsəl üçün, Təhsil Naziri nə işlər görməlidir? Bax, bu da olur Mərkəzi İcra Hakimiyyəti orqanları. Bir də var Mərkəzi İcra Hakimiyyəti orqanının yanında yer alan dövlət agentlikləri və dövlət xidmətləri. Misal üçün, uşaqlar, Maliyyə Nazirliyinin yanında Xəzinədarlıq Agentliyi var. Təhsil Nazirliyinin yanında məsəl üçün Peşə Təhsil üzrə Dövlət Agentliyi var. Sonra belə deyə bilərik ki, məsəl üçün Mədəniyyət Nazirliyinin yanında Mədəni irsin qorunması, inkişaf və bərpası üzrə dövlət xidməti var. Bunların hər biri nazirliklərin yanındadır. Amma onların sahibi qanunları var ki, onlara səlahiyyət verən qanunlar var ki, onlar da həmin qanunlara uyğun olaraq öz səlahiyyətlərini yerli səviyyədə həyata keçirmir ha onlar. Onlar ölkə səviyyəsində həyata keçirilən struktur qurumudur. Hətta onlar görə nə qədər məsələn böyük qurumlar olduğuna görə onların yerli bölmələri də var. Hərçənd ki, onlar nazirliyin yanındadırlar. Amma onların yerli bölmələri də var. Yəni onlar bir növ öz səlahiyyətlərini ölkə səviyyəsində həyata keçirən struktur qurumu başa düşülür. Bir də nazirliklərin yerli bölmələri var. Nə bilim Təhsil Nazirliyinin deyək ki, məsələn Şəmkir rayon şöbəsi, nə bilim Gəncə şəhər üzrə şöbəsi, Gəncə şəhər üzrə nə bilim idarəsi və s. nə olur? Yerlərdə onun nazirliyin yerli səviyyədə səlahiyyətlərini həyata keçirir. Onun fəaliyyətini təmin edir. Və intizam məsuliyyəti. Hə, bu gün biz dövlət qulluğuna tutaq ki, qəbul olduq. Ə, misal üçün deyək ki, hə, mən istədiyimi eləyərəm, istədiyimi eləmərəm, bu mən özüm bilərəm. Belə bir şey ümumiyyətlə sərbəstçilik yoxdur orada. Yəni necə deyim? Yəni sən sərbəst hərəkət edə bilməzsən. Çünki sən dövlət qulluqçu, çünki sən dövlətə xidmət edən adamsan.
Sən işləri yerinə yetirməlisən. Sənə həvalə olmuş vəzifələri yerinə yetirməsən, lazımi şəkildə yerinə yetirməsən, məsuliyyətsizlik eləsən, keyfiyyətlə yerinə yetirməsən, nə olur? Bu qanun sənin üçün intizam cəzaları nəzərdə tutur və onlardan biri sənə tətbiq olunacaq. Nədir? Yəni onlara bu da məhdudiyyətlər var. Onlara əməl eləməsən, sən intizam məsuliyyətinə cəlb olunacaqsan. Yəni o da bir hüquqi məsuliyyət növüdür. Belə deyək. Müsabiqə, daxil müsahibə bir də ümumi müsahibə var, yoldaşlar. Müsabiqə iki mərhələdən ibarət olur. Test bir də müsahibə mərhələsindən ibarət olur. Yəni bir növ uşaqlar ilk dəfə qəbul olmaq istəyirsinizsə, birinci test mərhələsinə girməlisiniz. İkinci isə müsahibə mərhələsinə girməlisiniz. Testi keçdikdən sonra girirsiniz. Müsahibədən də müsabiqə, yəni bu rəqabətdir də dövlət qulluğunda belə deyək ki, təyinat ala bilirsiniz. Amma daxili müsahibə, ümumi müsahibə bir növ ilk dəfə qəbul olunanlara şamil edilmir. İndi ümumi müsahibə ilə oluna biləcək şəxslər var, onları da deyəcəm. Təbii ki, mövzunu izah elədikcə davamında. Gəlin birinci növbədə baxaq daxili müsahibə. Daxili müsahibə deyək ki, birinci, beşinci kateqoriya. Axı biz bayaq dedik ki, dövlət orqanları 6 kateqoriyadan ibarətdir. Ali kateqoriyanın adını çəkmir. Çünki yoldaşlar, ali kateqoriyada daxili müsahibə, ümumi müsahibə və ya müsabiqənin müsahibə söhbətləri deyil. Ora qəbul olmaq üçün tutaq Milli Məclisə, Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsi, bunlar hamısı ali kateqoriya dövlət orqanlarıdır. Bunlara qəbul qulluqda yüksəliş və ya müsahibə yolu ilə olur. Oradakı müsahibətə, buradakı müsahibələr deyil. Yəni bir növ oranın rəhbəri ilə ya deyim, oranın rəhbərliyi ilə sənin bir növ intervyu mu deyim, yəni bir növ başqa cür müsahibə yoluna qəbul olursan. Buradakı yəni proseslər ora aid deyil. Onlara şamil edilmir. Belə başa düşün. Daxil, ona görə deyir ki, daxili müsahibə birinci, beşinci kateqoriyadır. Tutaq ki, deyək ki, məsəl üçün, bunu belə başa salım. Təhsil Nazirliyi, tutaq ki, daxili müsahibə ilə eləyir. Nə deyir? Həmin dövlət orqanlarında inzibati vəzifələrdə qulluq keçən, yəni Təhsil Nazirliyində işləyən, fərqi yoxdur, nazirliyin özündə işlədin, regional bölməsində işlədin, nə bilim onun hər hansı bir agentliyində işlədin, fərqi yoxdur. Yəni həmin dövlət orqanında işləməlisən və sən inzibati vəzifələrin təsdiqatına uyğun ixtisas dərəcən olmalıdır. Yəni bayaq mən dərsin başlığında ilk dəfə qeyd elədim ki, inzibati vəzifə üzrə birinci 6 ay staj müddətinə, 3 ayda sınaq müddətinə qəbul olursunuz. Yəni staj və sınaq müddətinə qəbul olunan şəxslər daxili müsahibədə iştirak edə bilmirlər. Niyə? Qanun deyir ki, inzibati vəzifə tut və sənin inzibati vəzifənin ixtisas dərəcən olmalıdır ki, sən daxili müsahibədə iştirak edə biləsən. Bir də qanunun 28.12-ci maddəsi var. Orada da bəzi vəzifələr var ki, o vəzifələr ancaq daxili müsahibə yolu ilə tutulur. Həmin vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan müsahibədir. Məsələn, şöbə müdürü, nazir köməkçisi, nazir müşaviri, bir də sonra deyə bilər ki, məsəl üçün aparat rəhbəri, yəni birinci, üçüncü təhsilata uyğun olan vəzifələr ancaq daxili müsahibəyə tutulur ki, onların da iştirakını nəzərdə tutan müsahibə başa düşülür. Yəni bir növ Təhsil Nazirliyi daxili müsahibə edirsə, kənar orqanda işləyən adam gəlib daxili müsahibədə iştirak edə bilməz. Məsəl üçün ola bilər ki, mən tutaq ki, ə, Maliyyə Nazirliyində işləyirəm. Mən gəlib onun daxili müsahibəsində, Təhsil Nazirliyinin daxili müsahibəsində iştirak edə bilmərəm. Çünki qanun mənə icazə vermir. Qanun zaten adından görükür ki, daxili müsahibə ancaq belə olmalıdır. Ümumi müsahibə nədir yoldaşlar? Amma ümumi müsahibədə fərq var. İndi bayaq dediyim ki, daxili müsahibədə şəxsin malik kənardan gəlib qanun icazə vermirdi, amma ümumi müsahibədə icazə verir. Deyir ki, fərq yoxdur. Həmin dövlət orqanı, yəni Təhsil Nazirliyinin işçiləri də Təhsil Nazirliyinin ümumi müsahibəsində nə edə bilər? İştirak edə bilər. Aha, iştirak edə bilər. Ya Təhsil Nazirliyinin işləyən inzibati vəzifə tutan və inzibati vəzifə təsdiqatının ixtisas dərəcəsi olan ya da başqa bir dövlət orqanında. Mən daxili müsahibələri çox istəyirəm. Həmin dövlət orqanında və ya digər dövlət orqanında deyir ki, inzibati vəzifələrdə qulluq keçən inzibati, yəni kənar orqanlar. Ola bilər ki, məsəl üçün bu Maliyyə Nazirliyində də inzibati vəzifələrdə qulluq keçir və deyək ki, məsəl üçün ixtisas dərəcəsi var Maliyyə Nazirliyində iştirak edə bilər. Və yaxud da ki, yoldaşlar, baxın, azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış. Tutaq ki, bir adam, A adlı şəxs bir 7 il tutaq ki, deyək ki, Təhsil Nazirliyində işləyib. Sonra tutaq ki, bunun ixtisara düşüb, ya özü istəməyib çıxıbdır, məsəl üçün deyək ki, bankda işləyib, sonra özəl sektordan bezib təzədən məsəl üçün dövlət orqanında işləmək istəyir. Görürsünüz, azı 5 il. Bunda 7 il stajı var. Yəni bu şərt işləyib çıxanlara aiddir. Deyək ki, 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış. Yəni inzibati vəzifədə 7 il stajı olan adam gəlir Təhsil Nazirliyinin ümumi müsahibəsində iştirak edə bilir.
Bir də birinci hissəsində nəzərdə tutulmuş digər şəxslər tərəfindən tutulması məqsədə keçirilən müsahibədir. Hansı ki, inzibati vəzifələrin 4-cü, 7-ci təsdifatına uyğun olaraq nə olur? Nəzərdə tutulur. Bir də var yoldaşlar. Qanun tətbiq dairəsi. Baxın, deyir ki, struktur qurumlarına keçən bütün şəxslər yox. Dövlət qulluqçularına şamil edilir bu qanun. O orada çünki bütün şəxslərə şamil edilə bilməz axı. Məsəl üçün, nazirlər dövlət qulluqçuları deyil, xadimə, davamdar, mühafizəçi dövlət qulluqçuları deyil. Amma orada qulluq keçirir misal üçün. Amma bu sırf dövlət qulluqçularına şamil edilən bir qanundur. Və deyir ki, qanun özündə başqa hal nəzərdə tutulmamışdırsa, yəni demir, qanun bizə demir ki, sən bütün hallarda bunlara şamil edilmir demir. Qanunda başqa hal nəzərdə tutulmamışdır. Çünki qanunun 22-ci maddəsi var. Dövlət məvacibi maddəsi, əlavə haqq məsələsi. Bu aşağıdakı sadalananların bəzilərinə şamil olunur əlavə. Yəni onlar da əlavə haqqı alırlar. Baxın yoldaşlar, burada sadaladığı 1-dən 19-a qədər olan şəxslər dövlət qulluqçuları olmayacaq. Bəli, onlar dövlət vəzifəli şəxslərdir. Dövlət adamlarıdır. Dövlətə qulluq edirlər. Amma onların dövlət qulluqçusu statusu yoxdur. Çünki onlar siyasi vəzifə tutur. Siyasi vəzifə nə deməkdir? Yəni vəzifəyə təyin olması siyasi xarakter daşıyır. Vəzifə nazirdə olması siyasidir. Səlahiyyətləri də siyasidir. Prezident xalq seçir. Birinci vitse-prezident və vitse-prezidentlər prezident təyin edir. Baş nazir və onun müavinlərini prezident təyin edir. Naxçıvan baş nazir və onun müavinlərini Ali Məclis təyin edir. Məsəl üçün Naxçıvan Ali Məclisi görürsünüzmü? Milli Məclisin deputatlarını xalq seçir, Ali Məclisin deputatlarını xalq seçir, Ombudsmanı müvəkkil seçir, Naxçıvanın müvəkkili. Amma burada bəzi məqamlar var, onları sizə vurğulayacağım. Baxın, Audiovizual Şura, keçmiş adı Milli Televiziya və Radio Yayım Şurası idi. İndi bu Azərbaycan üçün Audiovizual Şuradır. Amma Naxçıvanda gücü Televiziya və Radio Şurasıdır. Eyni orqan deməkdir. Plus bu Naxçıvandadır, bu Azərbaycandır. Yenə də onun sədrinə, sədr müavinlərinə və digər üzvlərinə. Mərkəzi icra hakimiyyəti orqanları. Məsəl üçün yoldaşlar, nazirlərimiz dövlət qulluqçuları deyil. Nazir müavinlərimiz dövlət qulluqçuları deyil. Sonra deyək ki, məsəl üçün Qida Təhlükəsizliyi Agentliyi də mərkəzi icra hakimiyyəti orqanıdır. Məsəl üçün deyək ki, Sərhəd Xidməti də mərkəzi icra hakimiyyəti orqanıdır. Məsəl üçün Səfərbərlik Xidməti də mərkəzi icra hakimiyyəti orqanıdır. Komitələr də mərkəzi icra hakimiyyəti orqanıdır. Dövlət Statistika Komitəsi deyək, Gömrük Komitəsi deyək. Onların rəhbər və müavinləri də dövlət qulluqçuları deyil. Ki, qanun onlara başqa nəzərdə tutulmamışdırsa, onlara şamil edilmir. Naxçıvanın mərkəzi icra hakimiyyəti, bax, Naxçıvanda icra rəhbərlər deyil. Əslində mən bildiyim qədərilə Naxçıvanın nazirlərinin müavinləri dövlət qulluqçuları deyil. Sadəcə qanunda onları nəzərdə tutmuyubdu. Bizdə görürsünüz, bizim mərkəzlərimizdə rəhbər müavinləri də deyir ki, dövlət qulluqçusu deyil, amma Naxçıvanda ümumi rəhbərlər deyil. Sonra bizim mərkəzi seçki komissiyamızda həm sədri, həm sədrin müavinini, həm katibi və digər üzvlər deyil. Amma Naxçıvan mərkəzi seçki komissiyasında təkcə sədrini deyir. Məsəl üçün. Görürsünüz? Məhkəmə hakimlərinə, Hesablama Palatasının sədrinə, sədr müavinlərinə, auditorlarına, yerli icra, uşaqlar, baxın, yerlərdə icra hakimiyyəti başçılarının müavinləri dövlət qulluqçularıdır, amma başçılar özü siyasi vəzifə gedir. Yəni onlar dövlət qulluqçuları deyil. Onu yazı saxlayın. Bir də Naxçıvanın Bakı şəhərindəki daimi nümayəndəliyin rəhbərinə ümumiyyətlə dövlət qulluğu haqqında qanun şamil edilmir. Başqa hal nəzərdə tutulmamışdırsa. Amma yoldaşlar, bayaq mən sizlə danışdım. Mən bayaq dedim ki, yoldaşlar, dövlət qulluğu ikiyə ayrılırdı. Xüsusi növ, bir də ümumi dövlət qulluğudur. Xüsusi növ nə idi? Hərbi, diplomatik və bizə xüsusi rütbələr verildi. Gömrüyü dedik, vergini dedik, prokurorluğu dedik. Bunlar dedik ki, xüsusi növ idi və bunlara rütbə verilirdi. Amma bizim bax bu qanunumuz, yəni hal-hazırda keçdiyimiz bu qanunun bəzi müddəaları var ki, o dövlət qulluğunun xüsusi növünə qulluq keçənlərə və ya da qulluq keçmək istəyən şəxslərə də şamil olunur. Yəni onların da bu qanunda bizə verdiyi hüquq kimi onlar da yəni dövlət qulluq növünə qəbul etmək hüquqları var. Onlar da dövlət qulluğuna məsəl üçün müsabiqə, test, sonra onların müsahibəsinə girir, həyata keçirilməsinə. Onların da xidmət fəaliyyəti qiymətləndirilir. Yəni prokurorluqda işləyənlərin də, vergide işləyənlərin də, gömrükdə işləyənlərin də xidmət fəaliyyəti qiymətləndirilir. Onlar da bizi kimi məsəl üçün and içirlər 15.1-ci maddəsindən. Onların da şəxsi iş aparılır ki, bunlar onlar üçün də keçərlidir, bizdə olduğu kimi. Amma onların başqa qanunları var özlərinin. Onların sahibi qanunları var. Özlərinin qanunları tənzimləyir oranı. Məsəl üçün, prokurorluğa qəbul səhv eləmirəmsə 3 mərhələdən ibarətdir. Test, kazus, bir də müsahibə. Amma bizdə 2 mərhələdən ibarətdir. Test, müsahibə. Gördünüz? Yəni, onlarda biraz fərqlidir. Məsəl üçün, bizdə keçid balı 16 baldır müsahibədən. Amma məsəl üçün, vergidə 5 bal üzərindən qiymətləndirilir. 3 alsan, 3 bal alsan, keçirsən. Amma bizdə 16-dır. Görürsünüz, yəni özlərinin ayrıca qanunları var. Amma bunlar sadaladıqlarımız
hər birinə şamil olunur. Onlarda şamil olunur. Bir də var dövlət qulunun deyir xüsusi növü nəzərdə tutulan, dövlət orqanı çalışan və xüsusi hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə, dövlət qulluqçusu olmayan digər işçilərə istisna olmaqla. Məsəl üçün, ola bilər ki, bugün hər hansı biriniz prokurorluqda gedib işləyirsiniz, dövlət qulluqçusu kimi. Amma siz orada rütbəniz olmayacaqsa, yəni prokurorluq leytenantı sizə o rütbə verilməsə, paqonunuzda belə deyək ki, yəni bu qanun sizə şamil ediləcək. Amma oranın müstəntiqinə, tutaq ki, prokurorluğun leytenantına da deyək ki, məsəl üçün orada rütbə verilsə sənə, xüsusi rütbə verilsə, paqon alsan, belə deyək ki, qanun sənə şamil edilməyəcək. Amma sən gedib orada rütbəsiz işləsən, bu qanun sənə şamil ediləcək. Dövlət qulluqçusu olmayan digər işçilər deyir istisna olmaqla. Niyə? Orada da xadimə, dalandar, bağban, mühafizəçi var ki, onlar dövlət qulluqçusu deyil. Heç qanun onlara şamil edilmir. Normalda olduğu kimi. Amma birinci bəndə nə dedik? Dedik ki, əgər sən get bu gün prokurorluqda, gömrükdə işləyə bilərsən. Amma sənə rütbə verilməsə, bu qanun sənə şamil ediləcək. Amma mötərizənin içindəki istisna olmaqla ona görə deyir ki, yəni bir növ deyək ki, məsəl üçün bayaq dediyim kimi xadimə, dalandar, bağban, mühafizəçi və s. Bir də yoldaşım, dövlət orqanlarının tabeliyində hüquqi şəxslər var. Mən bildiyim kimi bu, məsəl üçün deyək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində publik hüquqi şəxslər var. Hər hansı bir hüquqi şəxslər var ki, onların tabeliyindədirlər. Amma onların münasibətləri əmək məcəlləsində tənzimləyir. Onların əmək münasibətləri. Yəni dövlət qulu haqqında qanun onlara şamil edilmir. Yəni o hüquqi şəxslərdə işləyənlər, hansı ki dövlət qulluqçuları sayılmır və onların əmək münasibətləri əmək məcəlləsində tənzimlənir. Buna qədər növbəti dərslərdə dövlət qulunun əsas vəzifələrindən başlayaraq onların da izahını verəcəm.